ötən dövr ərzində ölkənin iqtisadi inkişafının hansı səviyyədə olması ilə bağlı müzakirə təşkil edəcəyik. İqtisadiyyatın inkişaf etməsi üçün bu və digər mənada maliyyə vəsaiti lazım idi. Bütün respublikalar kimi, müstəqillik əldə edən dövlətlər kimi Azərbaycan iqtisadiyyatında da böhran meylləri, yəni güclü böhran meylləri baş verdi və bu 93-cü il ümummilli lider Heydər Əliyevin hakimiyyətə ilk gəlişinə kimi ağır böhran illəri davam etdi. Cənab İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı ikinci dövlət proqramı, birinci dövlət proqramı kimi rayonun sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynamışdır. Məlum olduğu kimi Azərbaycanda ölkə iqtisadiyyatının əsasını neft sektoru təşkil edir, amma nəzərə alsaq ki, neft tükənən təbii sərvətlər sırasına daxildir. Qeyri-neft sektorunda xüsusilə biz nəzər yetirək kənd təsərrüfatına. Çünki əhalinin ərzaq tələbatının təmin olunması əsasən kənd təsərrüfatından asılıdır.